Salam xanımlar, yeni vlogdan herkese salam. Böyle biraz meyve aldım. Yiyək, təzə-təzə yenə alaram. Belə pomidor, xiyar. Bunu buzluğumdaydı, qızardıb buzluğa qoymuşdum. Çıxartdım ki, yeyəm artıq vaxt keçməsin. Burada ət qaynayır. Süd alıb gəlmişəm səhər tezdə. Burada da bu qız yıxıldı. Ay camaat, yıxıldı. Bu əli uf oldu. Ufunu göstər görüm. Ufunu göster. Parmağı oy, yere düştü. Parmağı uf oldu. Evi səlgiyə salmışdım. Çıxdım ki, biraz motivasiyam düşməmiş. Həyətdəki otları yoldum. Elə maşınla gəlmişdi. Biraz da meyvə aldım. İndi Zəhriyə meyvə tabağı edeyim. Ondan sonra yemək hazırlamağa keçim. İnşallah vlogun davamı gələr. Zəhra meyvə tabağı belə. Bunu biraz yesin. Bunu yesin, bitirsin. Sonra da yemək hazır olar. Yeməyə keçər. Nə ev nə kirli deyil, nə dağınıq deyil. Bunları indi həyətdən gəlmişik. Yerinə yığacağım. Meyvələr yerləşdirib. Bura yəni elə də kirli deyil. Onu saxlayıram ki, maşın filan gələndə tez, yəni tərvəz maşın gələndə tez geyinib çıxa bilim deyə orada qalır eləmişəm. Bu xanım ufu olub. Bu qız ilk dəfədir yıxılır və parmağı yaralanır. İlk dəfədir Zəhra belə yaralandı. Yəni yıxıldığı olurdu, amma belə yaralanmırdı. Özü üçün oynayanda yıxıldı. Buralar yəni belə Zəhra məhv eləyib. Yataq otağında da hər yeri yığışdırmışam. Bunları həyətə çıxanda geyindik. Deməli xanımlar, sonra getdik biz marketə. Və dünənki vlogun altına biri yazıb ki, ürəyin çəkilsin. Buradan o xanıma əgər izləyirsə səslənirəm. Niyə? Niyə də, niyə? İnanmıram ki, izləyir. Çünki bir dəfəlik bir şeydi o. Məncə gəldi, baxdı və getdi. Get qoy. Bu nədir qoymusan bura? Ondan olmaz. Gel. Ne götürdük düyü? Başka? Onu yok, onu koydursun. Koy. Ala bilərik, hə. Bu xanım yenə yığdı, yığışdırdı. Hə, istəyirəm ki, heç nə yəni almayın buna abur-cubur. Amma ki, olmur da uşaq ağlayır, istəyir. Qəlbini də qırmıram, hələ ki körpədir. Amma bu vaxtından öyrətmək lazımdır. Düz atası lap betər idi. Bir şeydən 3 dənə, 4 dənə götürürdü. Nə qədər gətirib atırdı, o qədər də götürürdü. Amma mən bir dənə götürdüm, pis yox. İkincisini icazə vermirəm. Əmmimizi çağırdıq, indi ev aparsın bizim. Əmmimizi çağırdıq. Yükümüz çox ağır oldu. Aparsın bizi. Gedək inşallah paketləri açdığımı da videoya çəkəcəm. Xanımlar, gəldik evə. Zəhra ilə burada indi biz aldıqlarımızı göstərdik. Sən də elə belə. Aha. 2 dənə belə sarı piv aldım. Mən bunu sadə içə bilmirəm. Xoşum gəlir. Zəhranın salfetkası bitmişdi. Bir dənə salfetka. Və Zəhra xanıma broşka. Kimindir bu? Kimindir? Bu kimindir? Zəhranındır. Aha. Bu bazardıq yenə Zəhra xanımındır. Bir dənə belə pampers. Keçdik əsas məsələyə. Bunları göstərdik. Səninkilər bunlardır. Göstər görüm. Çekimiz də neçə az eləyibdir. 121 manat eləyir. Yarısı düşmür. Başlar xarab deyir. 121 manat elədi bu alışveriş. Sizcə necədir? Aha, aç göstər. Göstər görək. Kameraya göstər. Baxın, belə bir rezin. Aha, başqa nə alıbsan? Göstər.
Ay, şirinqus af, şirinqus. Belə şirinqus. Belə bir neçə olma. Raks, bunları sevir. Verməməyə çalışıram, amma vermək məcburiyyətini ağlayır. Belə bu şokoladlar çox qəşəngdir bu bir saat. Belə şirinliklər. Belə şirinqus, belə adikto. Bunlar Zəhranandır. Şimdi Zəhra gitsin, bunları gitsin. Hamısını yox. Nə verim sənə oyna? Hə, qolbağını da göstər, qolbağını da göstər. Baxın, baxın, nə qəşəngdir. Aha, gəldi indi bura. Bir tane belə qarğıdalı yağı. Mən finalın qarğıdalı yağını almışdım. Çox pis dadırdı. Yəni iyisi falan pis idi, dadı yox. Çox pis iyilənirdi. Amma bu yaxşıdır deyirlər. Bundan aldım yoxlamaq üçün. Bir dənə belə makaron. Bundan bir dənə tarif görmüşəm, ondan eləyəcəm. Bir dənə Tesin yaşıl çay. Mən Tesin belə piramida çaylarını çox sevirəm. Salat üçün bir dənə belə Holland pendiri. Bir dənə belə səhər yeməyi üçün pendir. Yumrudur. Pesok endirmə düşmüşdü. 2 manat 40 qəpik idi 1 kilo yarımı. Neçə manat edir? Bilmirəm. Neyse. Daha uzun düyü 2 dənə. Nədir belə? Aləm şah götürmüşəm. Aləm şah hansı bir şey görəsən? Ne oldu? Ben kapsiyim ama mən gecələr dərs filan atıram. Kofe içməyi sevirəm. Bir dənə duz. Bunlar nədir? Hə. Bir neçəni konfet veya şokolad. Bunları özüm yeməyə almamışam. Bunu çox sevirəm, amma yeməyəcəm çalışıb. Hər üçü mənim sevdiyim şokoladlardır. Yəni evimizə gələn qonaqlarda mənim zövqümdən uyğunlaşmalıdır. İstəyir bəyənsinlər, istəyir bəyənməsinlər. Aha. Sonra bir dənə rəhlilər üçün paraşok almışam. O çox ağırdı, göstərəmirəm. 4 kilo yarımdır. Bir dənə belə xlor. Xlorumuz yenə daşıb həmişəki kimi. Nə vaxt xlor alıram? Otur qızım. Xlorla bax. Aha. Bir dənə belə siyahı xlor. Bir də belə. Sən də salat üçün mayonez. Zəhra xanımın doğum günüdür bu. Bir dənə də un almışam. Unu da göstərmirəm. 5 kiloluq un. Yəni bazarımız bu qədər. 121 manat bu. 10 manata da meyvə, tərəvəz filan almışdım. 131 manat. Arada yenə meyvə filan ala bilərəm. Amma yəni ərzaq bazarı bu qədər fisyo. Yəni heç bir şey artıq alas deyiləm. Deməli 121 manatla. Bunun hardasa bir 20 manata yaxını Zəhranındır. Abur cuburu, rezini, nə bilim biləziyi. 120 manat. Aha. 120 manatlıq bazarlıqla görək nə qədər vaxt dolana biləcəyik. Çolpaları niyə aldım? Əslində bunların çoxsu Zəhranın ad günü üçündür. Budur. Mayonezdir. Zəhra konfetlərdir. Yəni evdə şokolad var. Özüm içməlik. Amma qonaq qarşısına qoymalı yaxşı şokolad istədim. O da öz bəyəndiklərimi yenə aldım. Hə, bunların əslində hamısı Zəhranın ad günü üçün elədiyimdir. Yəni bəzilərinin çıxmaq şərtindən. Məsələn bu çolpanı almayacaqdım. Çünki bu çolpalar ziyanlı şeydir də, yəni brollerdir də. Amma aşda bu çolpanla yaxşı olur. Kənd çolpası var. Papagil gələndə, yəni atamgil gələndə bir 10-15 dənəyə yaxın kənd çolpası gətirib. Nə bilim ət gətirmişdilər 5 kilo. İndi ürəklərindən nə keçib bu. Videosunu da çəkmişdim, bilmirəm paylaşmışam ya yox. Amma o çolpalar Zəhraya sup üçün istifadə edirəm. Çünki o çolpalar çox xırda çolpadır. Yəni aş üçün, aşqara üçün, aşın üstü üçün yəni uyğun deyil. Mən belə paraşok, un bu qədər. Hələ 10 neçə manat budur. Bir 7 manata yaxın budur. 5 manat, 7 manat belə arası. 10 neçə manat odur. Yəni
Paraşoku da məsələn bu ay aldım, gələn il almayacağam. Belə də yəni. Görək nə qədər ekonomiya edə bilirik.